Əgər mənim bəndələrim səndən soruşdular ki, Allaha biz nə cür çağıraq, neyniyək, nə cür danışaq, hardadır? Denən fə-inni qərib, mən çox yoxunam. İstəməz qışqırasan, elə nəcva deyləsin, çıldasın da yavaş-yavaş Allah eşidək. Yavaş da desin eşidək Allah. Fə-inni qərib, ucibu dəvətə daizədə. Hər kəs məni çağırır, ona cavab verəyəm. Bu çox əcib ayədir ya. Yəni sən Allaha ya Allah dedin, Allah sənin cavabı verək. Bunu bizlər eşitmiyor onu. Gözü açılan insanlar, bəsirəti açılan insanlar həqiqətən Allahın cavabın dinləyirlər, eşidəyirlər. Bu da bir xas bir mənadır ki, çox aydın ayədir. Əzə səələkə ibadi ənni fə inni qərib, ucibu dəvətəd daizə dəan, fəlyəstəcibu li. Odur gəlsinlər, ancaq məndən istəsinlər. Vəliyu'minu bi, imanları olsun. Mən hər bir şeyə qadirəm. Ləəlləhum yərşudun. Şayət düzgün yola əl tapalar, çaşmayalar, azmayalar. Niyə bu dua ki, ən əsas dua ayəsidir, Ramazan ayının ayələrinin ortasında gəlibdir. Bu da özü məmnüşdədir. Yəni Ramazan ayı Allah Teala istəyir ki, mən bu qapını açıyam. Öz qapıları açmışam. Eynən buna bənzəysə bəzi yerlər var, birdən deyirlər açıq qapılar kimi yolu idi. Qapı açıqdır, hər şeysidir, gəlsin, getsin. Münacat, nəcva qapılarını Allah Teala açır Ramazan ayında. Açıq qoyubdur. Hər kəs istəyir gəlsin, istəsin. Bu da Ramazanın xas bir münasibətlərindəndir. Bu da Peyğəmbər də buyurur ki, bu Ramazan ayında Allah'tan çoxlu şeylər istəyir. Sadiq qəlbinə, sınıq ürəklərinə əl üzü qaldırın, istəyin Allah'tan istəklər üzü Ramazan ayında.